Vaxtınız xeyir. Biraz İranla bağlı bölüşmək istərdim. İranın yüksələn bürcü xərçəngdir. Ay planeti idarə edir yüksələn bürcdən və ay planeti düşür elə bir dərəcələrə, yəni ona nakşatralar deyirlər. Hansı ki böyük bir qalmaqallarla bağlıdır, böhranlarla, çevrilişlərlə və s. Yəni bu Rohini bürcü demək olar bürcdür, ay bürcləri ya da ay dayanacaqları. Yəni Rohini elə bir bürcdür ki, uzun müddətli qalmaqal yaradır və İran xəritəsi 79-cu ildə olduğu üçün, yəni yaranma tarixinə baxanda sırf bu İslam Respublikasının əgər biz xəritəsinə baxırıq, onda belə çıxır ki, ay planeti burada çox önəmli bir planetdir. Hətta dövr başlayanda, İran dövrü başlayanda, orada da ay dövrüdən başlamışdı. Dediyim kimi qalmaqal çevrilişlərlə bağlıdır və həqiqətən reallıqda da yəni sakit, qalmaqalsız keçid olmadı. Bundan əlavə Yupiter və ruhi biliklər ya da ki dini biliklər xanası burada çox aktivdir və aqressiv burada birləşmə var din sahəsində, din xanasında. O deməkdir ki, dini ideoloji sistem çox aqressiv olacaq bu ölkədə. Rahu Saturnla çox neqativ birləşmə sayılır, amma Yupiter birinci xanada göstərir ki, hansısa bir kömək var bu dövlət üçün, yəni bir böhrandan çıxa bilir. Ondan əlavə isə dediyim o idi ki, Saturn dövrü 2027-ci ildə başlayacaq, 2027-ci ilin yayından və Saturn özü Şir bürcündədir, Rahu ilə heç, yəni bu haqda dedik, yəni Şir bürcü şah, idarə rəmzidir və s. Saturn özü Purva Phalguni bürcündədir, ya da ki ay dayanacağındadır. Purva Phalguni'də o retro vəziyyətdə olduğu üçün o bir addım geridən baxılmalıdır. Yəni bir addım geridən hesab olunmalıdır bu Saturn vəziyyəti. Onun üçün belə çıxır ki, Saturn Purva Phalguni'də deyil, yəni Makhadan öz təsirini göstərəcək. Makha bürcünün mənası nədir? Makhanın rəmzi şahın taxtı. Liderlik, idarəçiliyin rəmzidir və Makhanın mənası monarxiya. Monarxiyanın rəmzidir. İndi bildiyimiz kimi bu İranda yəni İranda çevriliş əhvalı var indi hal-hazırda və çoxları şahı qayıtmaq istəyirlər ki, şahın ailəsi, şahın nəsli qayıtsın. Pehlevilərdir deyəsən, yəqin adını düz demişəm. Və çox maraqlıdır ki, Saturn retro vəziyyətindədir və əvvəldən olan bu monarxiyanı qaytarmaq istəyir. Hətta bürc də ona oxşuyur, yəni taxtdır. Düzdür, elə asan bir şey bu olmayacaq, amma ehtimallar yaranır və ehtimallar daha çox yaranacaq gələn ilin ortalarından. Bu sadəcə bir fikirdir, yəni heç kim burada 100%'lıq heç kimə zəmanət verməyəcək ki, yəni bu cür olacaq, amma Saturn dövrü 2027-ci ildən hiss olunacaq, çünki hər bir şeyin, hər bir zamanın öz dövrü var. Yəni indi Saturn dövrə keçəcək İran. Bir dənə bu qalmaqallı Rahu, Yupiter dövrü qutarandan sonra ancaq onda keçəcək. İndi hal-hazırda Yupiter Rahudur. Rahu xaos yaradır. Adətən Yupiterin axırında xaos yaranır. Yupiter dövrünün axırında xaos yaranır. Belə. Sonra şah haqqında dedik. İndi keçək İranın lideri haqqında deyək. Bir-iki söz. Onu da yüksələn bürcü mən xərçəng kimi götürmüşəm. Çox güclü bir xəritəsi var. Burada da çox oxşayır İran xəritəsinə. Yəni din
sonra dövlət strukturlarının idarə elədiyi o sahələr ki, onun xəritəsində bu 10-cu xana, 9-cu xana çox aktivdir. İndi Raxo Xameneinin 8-ci xanasındadır. Yəni 8-ci xana ölüm xanasına ya da təhlükə xanasıdır deyək. İndi çox təhlükəli bir dövrə keçibdir o və getdiyi dövr də Saturn dövrüdür. Saturn Merkuri dövrüdür. Çox təhlükəlidir. Əslində 2028-ci ilə kimi çox problemlər yaşamalıdır bu insan və o Sadisati dövründədir. Əlavə Sadisati Saturn ay cəhətdən 12-ci xanada olduğu üçün çox təhlükəli bir hadisələrlə rastlaşmalı olacaq. Və bundan əlavə indi hal-hazırda görürsünüz Mars burada 23 dərəcədədir. Yəni Marsa yaxın, yəni 20 dərəcədən harası 26 dərəcəyə yaxın olan bu alovlu planetlər birləşir Oxatanda. Mars da burada Oxatandadır. Yəni eyni bürcdə çox planetlər birləşir. Eyni bu Oxatan bürcündə çox planetlər birləşir və indi onun üçün çox həyəcanlı, çox təhlükəli vaxt yaranıbdır. Əslində Yupiter də burada itkilər xanasında olduğu üçün onun üçün burada ya qaçış ola bilər ölkədən, ya da ki gizlənmək istəyəcək. Belə, yəni bu çox təhlükəli və problemli bir dövrə düşübdür Xamenei. Əgər 28-ci ilə kimi çıxa bilsə, yəni asta-asta, yəni öz yoluna düşəcək bu qalmaqallar, problemlər, bu çevriliş və s. Amma ehtimal burada azdır. Ehtimal azdır, çünki hələ günəş tutulması, ay tutulması olacaq ölüm xanasında və s. Yəni bu göstəricilər güclü bir krizis, yəni güclü bir böhranı göstərir onun xəritəsində. Belə.